Salam. Bu gün kristal hidrat məsələlərinin həllini izah edəcəm. 10 fərqli nümunə üzərində. Baxaq ilk sualımıza. Kalsium xlorid kristal hidratının 43,8 qramını çözərtdikdə onun kütləsi 21,6 qram azalır. Kristal hidratın formulunu müəyyən edin. Əvvəlcə kristal hidratın formulunu aşağıda qeyd edirik. Kalsium xlorid vur x mol su. Və şərtdə deyilir ki, kristal hidratın 43,8 qramını çözərdirik. Yəni, ümumi kristal hidratın kütləsi 43,8 qramdır. Çözərdikdə onun kütləsi deyir bu qədər azalır. Biz kristal hidratı çözərdiyimiz zaman onun tərkibindəki su ayrılır. Və tərkibindəki suyun ayrılmasına görə də kristal hidratın ümumi kütləsi azalır. Yəni, bizdə azalma 21,6 qram deyirsə, deməli bu 21,6 qram su deməkdir. Yəni, kristal hidratı çözərtdiyimiz zaman 21,6 qram su tərk edir. Aha, biz tapdıq ki, 43,8-in 21,6 qramını su təşkil edir. Bəs yerdə qalan 22,2 qramı nədir? O da duzdur, yəni kalsium xloriddir. Aha, mən suyu da, duzu da tapdım verilənlərə əsasən və mən buradan görürəm ki, 22,2 qram kalsium xlorid duzu özünə 21,6 qram su birləşdirir. Normalda kristal hidratın tərkibində duz 1 moldur, yəni kalsium xlorid və 1 mol kalsium xlorid də 111 qram deməkdir. Emeri 111-ə bərabərdir deyə. 111 qram bəs kalsium xlorid neçə qram su birləşdirir suyun? Emeri 18-dir. Qarşısındakı x-ə də vurduqda 18x olur. Bəzən uşaqlar bunu qarışdırır. Məsələn, 2 mol su neçə qramdır dedikdə nə edirik? 2-ni 18-ə vururuq. 3 mol su neçə qramdır dedikdə 3-ü 18-ə vururuq. X mol su neçə qramdır dedikdə x 18-ə vururuq. Yəni 18x qram edir. Aha. Və biz buradan tənasübü həll edərik. 18x bərabərdir. Çarpaz qarşı həmişə düşür məxrəcə. Aha, sürətdə isə digərlərini yazırıq. 111 vur 21,6. Buradan tamları ixtisar aparsaq, 222 ilə 111 ixtisar getsə qalar 2. 216-nı da 2-yə böldükdə qalacaq 108. Yəni 18x bərabərdir 108-ə. X də bərabərdir 108 bölü 18. Yəni 6. Deməli, biz tapdıq ki, kristal hidratın tərkibindəki suyun mol miqdarı 6 imiş. Yəni, doğru cavabımız Y bəndi olacaq. Növbəti suala keçdik. Növbəti sualda da yenə kristal hidratın formulunu ilk öncə yazıram. Alüminium sulfat vur x mol su. İndi şərti oxuyaq. Şərtdə nə deyir? Deyir, kristal hidrat 27,9 qramdır. Aha, qeyd etdim. Kristal hidratım 27,9 qramdır. Və qızdırdıqda 10,8 qram su alınmışdır. Əvvəlki məsələdə fikir versəniz, su alınmışdır deməmişdi. Kütlə azalmışdı demişdi. Və bəzən şagirdlər o zaman bilmirlər ki, o kütlə azalması nəyi göstərir. Amma indi hazır şəkildə bizə deyir ki, 10,8 qram su alınıb. Deməli, 27,9-un 10,8 qramı su imişsə, yerdə qalan 17,1 qramı isə alüminium sulfat duzudur. Deməli, su nə qədər təşkil etdi? 10,8 qram. Duz isə 17,1 qram təşkil etdi. Yəni, 17,1 qram alüminium sulfat duzu özünə 10,8 qram su birləşdirir. Aha. Normalda alüminium sulfat 1 moldur və nisbi molekullar kütləsi 342-dir. Bəs 342 qram alüminium sulfat duzu neçə qram su birləşdirir? 18x qram. Buradan tənasübü həll edərik. 18x bərabərdir. Çarpaz qarşısı düşür məxrəcə. 17,1. Sürətdə isə 342 vur 10,8. Aha, yenə tamları aparsaq, 342-ni də 17,1-ə böldükdə qalır 2. O zaman olur 18x bərabərdir 2 vurulsun 108. Buradan da x-i hesablasaq 2 vur 108 böl 18. 108 ilə 18 əvvəl hesablamışdıq 6-dır. 2-ni də 6-ya vurduğumuz zaman 12-dir. Deməli, x neçə imiş? 12. Yəni kristal hidratın tərkibində 12 mol su var imiş.
Aha, keçdik növbəti məsələyə. Yenə kristal hidratın formulunu qeyd edirəm. Və mənə deyir ki, kristal hidrat 9,3 qramdır. 9,3 qram kristal hidratı qızdırdıqda deyir. Yəni kristal hidratın ümumi kütləsi 9,3 qramdır. Deyir, qızdırdığımız zaman 7,5 qram natrium yodid alınmışdır. Fikir verirsinizsə, əvvəlki məsələdə su idi, indi isə natrium yodidi deyib. Aha, fərqi yoxdur. Eyni tipdə gedəcək. Yəni 9,3-ün 7,5 qramı nəymiş? Natrium yodid. Yerdə qalan 1,8 qram bəs nəymiş? O da suymuş. Və mən gördüm ki, 7,5 qram natrium yodid özünə 1,8 qram su birləşdirilmiş deməli. Aha. Natrium yodidin kütləsi 150-dir. Suyun kütləsi isə 18-dir. Qarşısındakı x-ə də vurduqda 18x edəcək. Buradan tənasibi həll etməyə çalışsaq, 18x bərabərdir 7,5 məxrəcə 150 vur 1,8. Buradan hesablamağa çalışsaq, vergülləri atsaq, 150 75-ə böləndə 2, 2-ni 18-ə vuranda 36, 18x bərabər 36, x də bərabərdir 2. Doğru cavabımız edəcək 2, yəni x 2-dir. Növbəti məsələyə baxaq. Növbəti məsələ də eynidir. Kristal hidrat məsələsidir. Sadəcə olaraq cədvəl şəkildə verib. Cədvəl şəkildə verməsi bizi qorxutmasın. Əvvəlki məsələlər necə idisə, bu da o şəkildədir. Yenə kristal hidratın formulunu qeyd edək əvvəlcə. Maqnezium sulfat vur x mol su. Aha. Cədvəli oxuyaq. Bizə deyir ki, bərk qalğın kütləsi çözərtməzdən əvvəl 12,3 qramdır. Yəni kristal hidrat 12,3 qramdır. Çözərdəndən sonra isə kristal hidratın kütləsi 6 olub. Yəni azalma nə qədərdir mən buradan görürəm. Əvvəl 12,4 idi, çözərdəndən sonra 6 olub. 6,3 qram azalma var. Bu azalma nəyə görə idi? Suya görə. Deməli çözərtdiyim zaman 6,3 qram su ayrılıb. Deməli kristal hidratın tərkibində 12,3 qram kristal hidratın tərkibində 6,3 qram su var imiş. 6 qram isə çözərdəndən sonra qalıbsa, deməli 6 qram da maqnezium sulfat duzu var imiş. Aha, tapdıq. Deməli 6 qram maqnezium sulfat duzu özünə 6,3 qram su birləşdirir. Maqnezium sulfat 1 moldur və nisbi molekul kütləsi 120-dir. 120 qram maqnezium sulfat isə 18x qram su birləşdirir özünə. Buradan hesablasaq 18x bərabərdir çarpazı qarşı məxrəcə 6. 120 vur 6,3 isə sürətdə. Buradan hesablasaq bu 20 edir. 18x bərabərdir. Vergülü də vursa 63 vur 2 kimi yazsaq 126 edir. Buradan da x bərabərdir. 126-nı 18-ə bölürük 7 edir. Doğru cavabımız olur C bəndi. Aha, növbəti məsələmiz yenə maqnezium sulfatın kristal hidratıdır. Kristal hidratın formulunu qeyd edək. Maqnezium sulfat vur m mol su. Aha, və əvvəlki məsələlərdə x-dən işarə eləmişdik, x mol su deyirdi, indi m mol su deyir, heç bir fərqi yoxdur. Və deyir ki, kristal hidratın bu qədər qramında, yəni kristal hidrat 6,15 qramdır. 6,15 qram kristal hidratda 3,15 qram su var deyir. Deməli 6,15 qramın 3,15 qramı sudursa, yerdə qalan 3 qramı nədir? Maqnezium sulfat duzudur. Deməli 3 qram maqnezium sulfat duzu özünə 3,15 qram su birləşdirir. Maqnezium sulfatın 1 mol neçə qramdır? 120 qram. 1 mol maqnezium sulfat, yəni 120 qram maqnezium sulfat isə özünə 18 n qram su birləşdirir. Buradan yenə tənasibi həll etsək, 18-in bərabərdir 3 aşağı 120 vur 3,15. Bunu buna böləndə 40. M bərabər edəcək 7. Doğru cavabımız A bəndi. Növbəti məsələmiz mis2 sulfat vur 5 mol su kristal hidratının 50 qramından suyu tam ayırdıqda neçə qram duz qalar? Aha, indi suyun molu var. Kristal hidratım mis2 sulfat vur 5 mol sudur.
Və mənə deyir ki, bu kristal hidratın 50 qramından suyu tam ayırdıqda neçə qram duz qalır? Kristal hidrat 50 qramdır. Ümumi bunu bizə verib 50 qram. Aha, 50 qram kristal hidrat. Deyir suyu tam ayırdıqdan sonra neçə qram duz qalır? Əvvəlcə biz bunun nisbi molekul kütləsini tapsaq, 160 budur, 5 vur 18 də budur, 90 da budur. Nisbi molekul kütləsi edəcək 250. Deməli, 250 qram kristal hidrat tərkibində nə qədər su saxladı dedik? 5 vur 18, 90 qram su saxladı. Bəs 50 qram kristal hidrat görək tərkibində nə qədər su saxlayır? X qram su. Buradan X-i hesablasaq, X edəcək 18 qram. Deməli, 50 qram kristal hidratın 18 qramını su təşkil edir. Və deyir, suyu tam ayırsaq neçə qram duz qalar? Yəni, 50 minus 18 edəcək 32 qram. 18 qram su təmiz ayrıldıqdan sonra yerdə qalacaq 32 qram mis-2 sulfat duzu. Doğru cavabımız Y bəndi olacaq. Növbəti məsələ yenə mis-2 sulfat kristal hidratıdır və deyir ki, bu kristal hidratın 50 qramında 2 qram hidrogen olarsa X-i müəyyən edin. Deməli, kristal hidrat nə qədərdir məndə? 50 qramdır və 50 qramında 50 qram kristal hidratda 2 qram hidrogen var. Və mən görürəm ki, bunun kristal hidratın aşağısına kristal hidratın mR-ni yazmalıyam. 160'dır. Su isə 18'i qarşısındakı X-ə vuranda da 18X. Onda nisbi molekul kütlə nə qədər edəcək? mis-2 sulfat vur X mol su kristal hidratının 160 plus 18X. Aha, kristal hidratın aşağısına kristal hidratın kütləsini yazdım. İndi isə nə deyir mənə orada? Hidrogenin kütləsini tapmaq. Biz görək ki, emirin tərkibində neçə qram hidrogen var? Hidrogenin ayırı 1'dir. 2'yə vurduqda 2, qarşısındakı X-ə də vurduqda 2X qram hidrogen edir. Aha, tapdıq ki, emirin tərkibində 2X qram hidrogen var. Buradan tənasübü həll etsək, 100X vurdum bir-birinə bərabərdir. 2'ni də vururam. 160 plus 18X eləyir 320 plus 36X. Buradan həll etsəm 64X bərabərdir 320. 320'ni də 64'ə böldük. X bərabər 5 alınır. Yəni, doğru cavabımız olacaq D bəndi. Bir daha deyirəm. Bizə deyir ki, 50 qram kristal hidratda 2 qram hidrogen olarsa X-i müəyyən edin. 50 qram kristal hidratda 2 qram hidrogen var. Emirdə isə 2x qram hidrogen var. Emiri də hərəsinin mis-2 sulfat 160 idi. Suda 18 idi. Qarşısındakı X-ə vurdum. Etdi 160 plus 18X. 160 plus 18'in içində 2x qram hidrogen var idi. Yazıb tənasübü həll edib 5 aldıq. Növbəti məsələyə baxırıq. Kalsium sulfat vur X mol su kristal hidratıdır. Aha. Kalsium sulfat vur X mol su kristal hidratıdır. Və deyir ki, bu kristal hidratın 1 molunda 12 mol atom var. X-i müəyyən edin. Aha, 1 molunda nə qədər atom var? 12 mol. Zaten 1 moldur. Və görə nə qədər atom var? 1 kalsium atomu var. 1 kükürt atomu var, 4 oksigen atomu var. X mol suda isə ümumiyyətcə suda 3 mol atom var. Qarşısında da X olanda 3X. Və deyir ki, bu bərabərdir 12'ye. Buradan həll etdiyimiz zaman 6 plus 3X bərabər 12. 3X bərabər 12 minus 6 6'ya. X də bərabər edir 2'yə. Doğru cavabımız olacaq B bəndi. Növbəti məsələyə baxaq. Yenə kristal hidratın formulunu qeyd edək. mis-2 sulfat vur X mol su kristal hidratıdır. Və deyir ki, bu kristal hidrat 50 qramdır. Və kristal hidratın 50 qramında 1,8 mol oksigen atomu var. X-i müəyyən edin. Aha. 50 qram kristal hidratda özü qeyd edir ki, nə qədər oksigen atomu var? 1,8 mol oksigen atomu var. Kristal hidratın ümumi kütləsi nə qədərdir? Emiri yəni
160 budur, 18 də budur. Qarşısındakı x-ə də vuranda 18x. Deməli 50 qramın aşağısına kristal hidratın emirini, yəni 160 plus 18x yazacağam. Aha, bu isə nəyin moludur? Oksigenin. Oksigen 4 mol mis2 sulfatın tərkibində var. 1 vur x mol isə x mol suyun tərkibində var. Aha. Deməli oksigen ümumi nə qədərdir? 4 plus x qədərdir. Buradan həll etsək, 50 vur 4 plus x bərabərdir 1,8 vur 160 plus 18x edəcək. Buradan yazsaq 200 plus 50x bərabərdir 1,8-i 160-a vuraq. Edəcək 288 plus 1,8-i neçə vuracaq? 18-ə. O da edəcək 32,4x. Buradan həll etməyə çalışsa x-ları bir yerə yazsaq 50-dən 32,4x-i çıxsaq edəcək 17,6x. 200 isə bu tərəfə keçirdiyimiz zaman edəcək 88 və 88-i də 17,6-ya bölsək edəcək 5 mol. Yəni x 5 moldur. Doğru cavabımız olacaq A bəndi. Mis2 sulfat vur 5 mol su imiş. Növbəti sonuncu məsələmiz yenə eyni tip məsələdir. Sadəcə məsələnin şərtini qrafik formasında verib. Yəni qrafik formasında verilməsi bizi heçsə qorxutmasın. Yenə əvvəlki tip qaydada həll edəcəyik. Kristal hidratın formulunu qeyd edirəm. Natrium karbonat vur x mol su. Və deyir ki, kristal hidratın qızdırılaraq suyun tamamilə buxarlanması zamanı kütlə dəyişməsi qrafiki verilmişdir. Aha, kristal hidrat başlanğıcda nə qədərmiş? 143. Sonda nə qədər qalıb kütlə? 53. Azalma nəyi göstərirdi? Suyu. 143-dən, deməli, əvvəl 143 imiş, sonra 53 qalıb. Deməli, 143 minus 53 qədər azalma var. Yəni, bu neçə qram edəcək? 90 qram. Deməli, 90 qram su nə edib? Ayrılıb. Aha. Və biz görürük ki, burada duz nə qədər qalıb sonda bərk qalıq? 53 qram. Deməli, natrium karbonat isə 53 qramdır. Yəni, 53 qram natrium karbonat özünə 90 qram su birləşdirir. Normalda natrium karbonat 106-dır. 106 isə 18x birləşdirir. Buradan hesablasaq, 18x bərabərdir. Çarpaz qarşı düşür məxrəcə. 106 vur 90 isə sürətdə. 106 ilə 53 ixtisar gedəndə 2. Bu zaman 18x bərabərdir 2 vur 90, yəni 180-ə. X da buradan bərabər olacaq 180 böl 18-ə. O derəcə 10. Aha, doğru cavabımız olacaq Y bəndi. Bu qədər. Ümidvaram ki, aydın oldu. Abunə olmağı, videonu bəyənməyi unutmayın.